Sonunda canım imtahanlardan qurtuldu. Gəlin birlikdə sonuncu imtahanıma hazırlaşaq. Burada hazırlaşıb evdən çıxıram. Artıq universitetdəyəm. Biraz özümü sizə göstərim. Elə girməyimlə çıxmağım bir oldu. 50 dəqiqə yazıb bitirdim imtahanı. Tez olun, təbrik eləyin məni, çünki kəsilmədim. Məndən sonra uşaqlar da çıxdı. Əgər necə yazdıqlarını öyrənmək istəyirsinizsə, YouTube-da ətraflı vloq paylaşmışam, oradan izləyə bilərsiniz. Daha sonra buradan özümə atışdırmalıq aldım, gəldim işə. İşimi də bitirdikdən sonra dostumla görüşdük, getdik badmintona. Çünki imtahanların stresini atmağın tək yolu bu ola bilərdi. Həqiqətən çox əyləndim mən. Qəşəng onu uddum, payını verdim. Sonra da acıdıq, gəldik molda yemək aldıq özümüzə. Biz gələndə saat 11 idi deyə hər yer bağlı idi. Yalnız McDonald's-dan KFC açıq idi. Biz də məcburiyyətdən KFC aldıq. Yəni əslində mən pidem istəyirdim. Yəni başa düşmürəm də, əgər çatdırmırsınızsa sifariş almayın. Orada insanlar bir-birinə dəymiş falan, nəysə. Sonra avtobusa mindim, artıq evə gedirəm və evdəyəm. Yəni evdə deyirəm, amma gedirəm. Nəysə dostlar, vlog da burada bitir. Sağ olun, özünüzə yaxşı baxın. Videonu like eləyin, mənə də abunə olun. Öpdüm.